20-ci əsrin abidəsi olan Xanagah kənd məscidi təmir olunacağı günü gözləyir. Qeyd edək ki, Quba rayonu Xanagah kəndi şəhərin 25 kilometrliyində dağlıq ərazidə yerləşir. Təbii sərvətlərlə zəngin kəndin əhalisi etnik qrup olan dadlardan ibarətdir. Onların əsas məşğuliyyətləri maldarlıqdır. Xanagah kəndinin özəlliklərindən biri burada ziyarətgahların, dillərin çox olmasıdır. Bura tək kənd cəmaatı deyil, digər yerlərdən də ziyarətə gələnlər olur. Xanagah kəndində 20-ci əsrin əvvəllərində məscid də fəaliyyət göstərir. Bir əsrlik yaşı olan məscidin hazırda dindarların üzünə bağlıdır. Baxımsızlıq üzündən dağılan məscidin əsaslı təmirə ehtiyacı var. Belə ki, məscidin tavanı, pəncərələri, divarları dağılıb ki, bu da sakinlərlə məscidin əlaqəsini kəsir. Mübarək Ramazan ayında Xanagah kəndini ziyarət etməyimizin əsas səbəblərindən biri də məscidin vəziyyəti ilə sizləri tanış etmək idi. Ümidvarıq ki, burada digər məscidlər kimi əsaslı surətdə təmir ediləcək və sakinlərin istifadəsinə veriləcək.